Millət vəkili Fazil Mustafa Azərbaycanda gənclər, xüsusən də qızlar arasında son illərdə artan narkotik aludəçiliyi ilə bağlı paylaşım edib. Deputat son günlər Türkiyədə tanınmış şəxslərə qarşı aparılan antinarkotik əməliyyatlarını nümunə göstərərək Azərbaycanın hüquq mühafizə orqanlarına oxşar əməliyyatlar təşkil etməyi tövsiyə edib. Stopnarkotik.az xəbər verir ki, Fazil Mustafa bildirib, son vaxtlar Türkiyədə narkotik şəbəkəsinə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururam. Həm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqət çəkici məqamdır. Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəçisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün dur siqnalı mahiyyətində ola bilər. Tanınmışlar deyəndə yalnız orada-burada tez-tez adları hallanan sənət sahəsində olanlardan, yaxud idmançılardan söhbət getmir. Elə siyasətçi, dövlət məmuru, iş adamı kateqoriyasından olan hər kəsdən gedir. Müvafiq qurumların əlində yetərincə dəqiq bilgilər mövcuddur. Sadəcə bu prosesə ümummilli xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür.